Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Sizə çox gözəl bir variant çıxartmışam. Paket kupça 2 mərtəbə ipotekaya yararlı düz demək olar ki, yol kənarında bir evdir qardaşım. Gəl. Gəl ürəyim. Kərbala. Gəl bir dənə göstərək mənzil. Mənzilimiz full əşyalı təqdim olunur. Əşyalar hamısı demək olar sıfırdır. Canım sizə desin. Hər biri də mənzilimizin içində qalır. Gedək evimizi dəyərli izləyicilərə göstərək. Gəl qardaşım. Bax burada maşın girir həyətinə. Belə yer də var. İstilik sistemimiz də kombidir. Dəyərli izləyicilərim, onu nəzərinizə çatdırım ki, evimiz hardasa bir 120 kvadratdır. 120 kvadratdır, hardasa bir sota yaxındır. Paket də kupçadır. İpotekaya yararlı. Bax, bütün evdə A-dan Z-yə hər bir şey, gördüyünüz bütün şeylər evin içində qalacaqlar. Gəl qardaşım, bax gördüyünüz divanına qədər, pərdəsinə qədər, gör nə gözəl təmirli bir evdir. Bax, televizoruna qədər hər bir şey evin içində qalır. 120 kvadrat paket kupça. Bura zal hissəsidir. Gəl. Burada da bizim belə bir hamam, sanuzel hissəmiz mövcuddur. 2 hamam sanuzel mənzilimizə mövcuddur. Evimiz 4 otaqlıdır. Artı 120 kvadrat. Belə bir. Bu da belə bir mətbəx hissəmiz mövcuddur burada. Gözü mətbəx hissəsi. Hər bir şey evdə yenidir. Çox gözəl və keyfiyyətli məhsullardan istifadə olunur. Bax, soyucusudur, paltar yuyanıdır. Hər biri evin içində qalır. Burada da bizim kladovka hissəmiz yerləşir və qalxaq ikinci mərtəbəyə. Mərtəbələr arası da ara kəsmələr, dəyərli izləyicilərim, monolit betondur. Gəl qardaşım. Dəyərli izləyicilərim, belə fikirləşəndə özünüz də fikirləşin. Bunun qiyməti elə bir qiymətdir ki, 1-dən 2-yə boş mənzilin bir qiymətindədir. Amma mən 120 min manata sizə 4 otaq, full əşyalı, 2 hamam sanuzel, bir mətbəx olan bu evi sizə verirəm. Yerləşmə yeri də Masazırda, düz Masazır dairəsindən 3 dəqiqəlik məsafədə çıxdın, marşrutla da məsafəsi 20 metr, 30 metr. Düz marşrutda yaxınlığında gedir. Gör nə gözəl, belə şəbəkə pəncərə ilə mövcuddur. Bax, gördüyünüz bütün hər bir şey evin içində qalıb. Bu evin adını bilsən nə qoyuram? Kərbəlayı. Bu evin adını qoyuram Şirin ev. Bu əşyalar hamısı içində qalır. Deməli, bu hamam sanuzel göstərdiyi qardaşım. Deməli, bax buradan balkon hissəsinə çıxışımız da mövcuddur. Gözəl balkonu da var. Bu da bir otağımızdır bizim. Bu da bizim növbəti, belə deyək, 4-cü otağımızdır qardaşım. 4-cü otağımızı da göstər. Deməli, mənzilimiz Masazırda. Masazır dairəsində